1988-ci il mayın 29-u Komünist qəzetində SSR Silahlı Qüvvələri Baş Qərargahı Akademiyasının professoru general-mayor Aleksandr Kurkovun bir məqaləsi çıxır. O, Bagration əməliyyatı zamanı Belarusiyanın Berezina çayını keçərkən xüsusi şücaət göstərdiyi üçün Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülməsi ilə bağlı hələ 1944-cü ildə verilən təqdimatı xatırladır. Kurkov həm də o vaxt generalın ölümünün buna əngəl olduğunu və məsələyə yenidən qayıtmağın mümkünlüyünü yazırdı. Aleksandr Kurkov Stalingradda Həzi Aslanovun alayına leytenant kimi göndərilmişdi və onun həmyerlimizlə bağlı gözəl xatirələri var. İndi yazdığı bu məqalə də 1990-cı ilə hesablanmışdı. Faşizm üzərində qələbənin 45 illiyinə. Məntiqlə bu qələbə bütün SSR-də təntənə ilə qeyd edilməli idi. Amma dünyanın siyasi gərdişi SSR-ni təntənəsiz yola salmağı diktə edirdi. Hamı kimi biz də artıq öz vətənimizə sahib çıxırdıq. Görünür həm də qəhrəmanlarımıza. 1990-cı ildə əli Azərbaycanlıların qanına batmış Mikhail Qarbaçovun bir il sonra Həzi Aslanovu ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görməsi də təkcə ədalətin bərpası deyildi. Can verən ölkə həm də son nəfəsində bizə qəhrəmanımızı bir də tanıdırdı. Sona aparan yol həm də başlanğıcdan keçir. Əslində bu müharibənin də başlıca bir nömrəli qəhrəmanı vardı. Azərbaycan, xüsusilə Bakı şəhəri. 40-cı illərdə SSR-də çıxarılan 33 milyon ton neftin 24 milyon tona yaxını məhz Azərbaycan payına düşürdü. Qara qızılın müharibə üçün nə demək olduğunun isə sübuta ehtiyacı yoxdur. Elə Qarabala, qızıl kimi oğullarımızın da. Həzi Aslanov da vətən üçün özünü oda atan 700 min qızıl oğuldan sadəcə biri idi. Bakının isə belə bir analogu yoxdur. Almaniyanın iki planı olmuşdur Bakı ilə əlaqədar olaraq. Birincisi Ost planı adlanır. Bu ümumilikdə Şərq planı nəzərdə tutulur. İkincisi isə bilavasitə həmin planın daxilində Qafqazın ələ keçirilməsi üçün Edelweiss planı nəzərdə tutulmuşdur. Şərq planının əsas mühüm xüsusiyyəti ondan ibarət idi ki, bu ölkələr ələ keçirildikdə, xüsusilə Qafqaza və Bakı neftinə yiyələndikdən sonra buradan digər ölkələrə gediş asanlaşacaq və Sovet dövlətinin məğlubiyyəti ilə digər planların həyata keçirilməsi nəzərdə tutulurdu. Edelweiss planında isə bilavasitə Qafqazın alınması nəzərdə tutulurdu. Bəli, Bakı bu qədər əhəmiyyətli idi. 1941-ci ildə təkcə Bakı neftçiləri cəbhəyə göndərilən maşın yağı və yanacağın 90%-ni verirdi. Uzun illər SSR-nin neft sənayesi naziri olmuş Nikolay Baybakov deyirdi ki, bu ölkənin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovet İttifaqının faşizm üzərində qələbəsi sual altında qalardı. Bunu tək Baybakov demirdi. 1941-45-ci illərdə ümumilikdə SSR-də 118 milyon ton neft çıxarılıb. Bunun 75 milyon tonunu Bakı mədənləri verir. 71%. 1939-45-ci illərdə bütövlükdə SSR-də 176 milyon ton neft çıxarılıbdır. Bunun 118 milyon tonunu Bakı verir. Deməli, bu da 69-71% civarındadır. Əgər bunun üstünə gəlsək ki, Yusuf Məmməd Əliyevin kəşfi, yüksək oktanlı benzinin yaranması, ən yaxşı təyyarə sürtçü yağlarının hazırlanması, Bakıda Katyuşa silahlarının istehsal edilməsi, yak təyyarələrinin yığılması, müxtəlif növ ərzaq məmulatlarının hazırlanması, şprislərdən, streptositlərdən tutmuş ta Katyuşa raketlərinə qədər Bakıda istehsal olunur. Yəni 130 növ. Bütün bunlar əslində müharibədən sonra Bakıya qəhrəman şəhər adı verilməsini diktə edirdi. Amma bu baş vermədi. Belə bəhanə gətirdilər Ali Baş Komandanlıq ki, bu ölkədə hərbi əməliyyatlar, döyüş əməliyyatları getməyib. Əslində isə döyüş əməliyyatları getmişdi. Yəni burada zenit batareyaları vardı, 2 Alman təyyarəsi Xızı üzərində vurulmuşdu, bu da döyüşün bir əlaməti idi. İkincisi, mərkəzi hökumətin yeritdiyi milli siyasətin nöqsanı idi ki, Bakı, o cümlədən Azərbaycan deyək ki, qəhrəman şəhərlər siyasətdən kənarda qaldı. Üçüncüsü, burada İslam, yəni müsəlman faktoru və xristiyan faktoru əsas rollardan birisi oynayırdı. Qəhrəman şəhərlər adı verilənlər hamısı böyük Rus şəhərləridir. Onların içərisində yalnız bir Brest qalası var. Bəli, təəssüf ki, bir-birə fədakarlıq nəticəsiz qaldı. Bakıya qəhrəman şəhər adı verilmədi. Amma Bakı, bir nömrəli qəhrəman, müharibəyə elə oğullar verdi ki, hər birinin şücaəti bir dastandı. İsrafil Məmmədov, Gəray Əsədov, Qafur Məmmədov. Həzi Aslanov isə bu dastanın
ən maraqlı səhifəsidir. Həzi Aslanov Lənkəranda kərpic zavodunun fəhləsi Əhədin ailəsində doğulmuşdu. Bu balaca 2 otaqlı evdə çoxuşaqlı ailə ehtiyac içində yaşayırdı. Həzi ailənin böyüyüydü. Ondan əlavə 2 qardaşı və bir neçə bacısı vardı. Anası Nuşu onları kipriyi ilə od götürə-götürə böyütmüşdü. Əri Əhəd kişi vəfasızlıq edib onu bu dünyada 4-5 yetimlə tək qoyub gedəndə Nuşu hələ cavan gəlin idi. Bəlkə də yaşıdları heç ərə də getməmişdi. Amma indi o bu tifillərə həm ata, həm ana olmalıydı. Amma 13 yaşlı Həzi yükün çoxunu öz çiyninə götürüb anasını məsuliyyətdən qismən azad etdi. O, atasının işlədiyi zavodda çalışır, ailəyə çörək pulu qazanır, həm də savadsızlığın ləğvi üzrə gecə kurslarına gedirdi. Oxumaq, təhsil almaq arzusu onu 1924-cü ildə Bakıya Süvari Qoşun Komandirləri Məktəbinə gətirir. Siz təsəvvür edin, 14 yaşında Aslanov gəlir. Bir kəlmə rusca bilməyən adam, bir ildən sonra Bakı Komsomol Komitəsinin üzvü olur. Çox yaxşı olur, çox yaxşı oxuyur, çalışır. Oranı qutarır, gəlir Leningrada. Leningradda da Süvari məktəbdə oxuyur, orada da sonra olur zabit. 1931-ci ildə o artıq Leningrad Süvari Məktəbində uğurla buraxılış imtahanlarını verirdi. Üst-üstə 9 illik hərbi təhsildən sonra ona tağım komandiri rütbəsi verilmiş və Həzi uşaqlıq arzusuna çatmışdı. Ukrayna şəhərlərinin birinə hərbi xidmətə göndəriləndə onun ən ali məqsədi peşəsini təkmilləşdirmək idi. Ona görə də könüllü olaraq zirehli tank kursuna yazılır və cəmi bir aya çox mürəkkəb zirehli tank texnikasını mənimsəyir. 1933-cü il Həzi Aslanovun həyatında düşərli il olur. O, Xarkovda 2-ci Atıcı Diviziyanın xüsusi tank rotasına tağım komandiri təyin olunur. Öz ailəsinin komandiri olmaq xoşbəxtliyi də bu ilin qismətindəymiş. Həzi, gələcək həyat yoldaşı Xavərlə məhz bu ildə ailə həyatı qurur. Xavər xanım məktəbdə oxuduğu vaxtı, yəni dərs vaxtı olub. Bir də görürlər ki, pəncərənin kənar, yəni həyət tərəfdən, pəncərənin tərəfindən bir nəfər hərbici baxır. Sonra qızlar nəysə deyiblər ki, Xavər, bu oğlan sənə baxır. Sonra 1-2 gündən sonra deməli Xavər xanım Həzinin xoşuna gəlir. Sonra 2 gündən sonra elçi göndərir İsrafilin ailəsinə. Xavər xanımı istəyir və onlar ailə həyatı qururlar. Yeni təyinat yerinə Həzi Aslanov gənc həyat yoldaşı ilə gəldi. 9 il sonra, yəni 1940-cı ildə o təkcə 2 oğul sahibi deyildi. Həm də tağım komandirliyindən batalyon komandirliyinə, kiçik leytenantdan mayor rütbəsinə kimi böyük bir yol gəlmişdi. Onların sakit həyatını 2-ci Dünya müharibəsi pozdu. 1941-ci il iyulun 22-sində bazar günü bir yay gecəsi Almanlar Sovet İttifaqının bir neçə şəhərini bombaladı. Lvov şəhəri və Həzi Aslanovun qarnizonunun yerləşdiyi Zolochev şəhəri də hücuma məruz qaldı. Həzi həyat yoldaşına ancaq tez ol uşaqları geyindir, qaçın qarnizonun klubuna, bu artıq müharibədir, deyə bildi. Oğulları 7 yaşlı Tofiq, 3 yaşlı Arif, xanımı Xavərlə yolları o gündən ayrıldı. Onlar doğma Lənkərana, Həzi Aslanov ön cəbhəyə getdi. O bir də Xavəri 3 il sonra 1944-cü ilin yazında hərbi əməliyyatlar səngidiyi zaman göndərişlə Moskvaya zirehli tank qoşunları akademiyasına oxumağa gələrkən görəcəkdi. Sovet İttifaqı qəhrəmanı olduğu üçün istisna qaydada ona arvadı ilə görüşə icazə vermişdilər. Yalnız sinəsində qızıl ulduz parlayan bir qəhrəmanın buna haqqı çatırdı. Ulduz isə onun ovucuna göydən düşməmişdi. O, Rostov-Donda, Moskva ətrafında, Tixvin və Leningrad istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurmuş, Stalingrad uğrunda gedən döyüşlərdə şücaət göstərmişdi. 1980-ci illərdə 3-cü Qvardiya mexanikləşdirilmiş korpusun komandiri, Sovet İttifaqı qəhrəmanı General Obuxov Həzi Aslanovun Stalingraddan Baltik dənizinə qədər keçdiyi şərəfli yolu belə xarakterizə edirdi. O tam yetkin bir zabit idi. Stalingrad uğrunda döyüşlərdə,
Volqa mövqelərində qəhrəmanlıqla vuruşur, əsl mərdlik, şücaət göstərirdi. Sovet İttifaqı qəhrəmanı adına layiq görülərkən onun təltif vərəqəsində belə yazılmışdı. Döyüşlərdə öz alayına qəhrəmancasına və məharətlə rəhbərlik edib. Təkcə Verxnekomski rayonunda dekabrın 15-dən 19-na dək alay tərəfindən 30 tank, 50 avtomaşın vurulub və yandırılıb. Bir faşist batalyonu məhv edilib. Sovet hökumətinin o primitiv tankları ilə Nemeslərin deməli pələnglərin üzərinə, pələng tankları var idi. Onların üzərinə həmlə eləyirdi və qələbə də qazanırdı. Eyni zamanda onun o qələbə qazanmağında onun çox gözəl hərbi taktiki üsulları var idi, bicliklər var idi, hərbi biclikləri. Məsəl üçün cinahdan zərbə indirmə. Bu Nemesləri lərzəyə gətirmişdi. Когда группа Манштейна, немецкого фельдмаршала... Alman feldmarşalı Manşteyn Pauls hərbi birləşməsinin mühasirəsini yarıb keçməyə cəhd göstərəndə Aslanovun alayına əmr olunmuşdu ki, cəbhənin bir keçidində onların qarşısını kəssin. O özünə məxsus bir qərar verdi. Məni və tağım komandirimi 3 tankla məcbur elədi ki, düşmənin əsas gücünü arxamızca salaq və bununla da diqqəti yayındıraq. Özü isə qəflətən cinahdan hücum eləyərək düşmənin əsas qüvvələrini məhv eləyib, qalanlarını geri çəkilməyə məcbur etdi. Основные силы противника и обратил их в бегство. Həzinin həyat yoldaşı Xavər xanımın danışıqlarından, söhbətlərindən olub. O öz həyat yoldaşın belə xarakterizə edirdi ki, doğrudan da Həzi çox qəhrəman insan olub. Qorxu deyilən, belə deyim də, belə hissiyyat bu insanda olmayıb. Çox vaxtı da cəbhədə döyüş zamanı tankından çıxıb minik maşınına, villisine, üstü açıq villisə oturub və briqadanın düz önündə gedirmiş və onunla da öz nümunə göstərirmiş. 35-ci Qvardiya Tank Briqadasına komandir təyinatı Həzi Aslanov üçün şərəfli bir iş idi. Bu briqada Stalingraddan Matveyev Kurqana dək döyüş yolu keçən 41-ci Qvardiya Tank alayının bazasında yaradılmışdı. İndi Sovet İttifaqı qəhrəmanı polkovnik Həzi Aslanovdan daha da əzmkarlıq tələb olunurdu. O, bu briqadanın komandiri kimi 1943-cü ilin yay döyüşlərində nə qədər uğurlara imza atmışdı. Bu döyüşlərdə təkcə onun qəhrəmanlığı yox, həm də xarakteri ortaya çıxırdı. Briqada komandirinin komsomol işləri üzrə müavini İvan Melnik sonradan öz xatirələrində yazırdı. Faşistlər Sumu vilayəti Lebedinski rayonunun 70 evdən ibarət Bratskoye kəndini oda qalamışdılar. Adamların çoxunu evlərdə diri-diri yandırmışdılar. Kalinin adına kolxozun fəalları Mişenkonu, Galkini, Qutsu edam etmişdilər. Bütün həftə boyu Almanlar asdıqları adamların meydini dəfn etməyi qoymadılar. Sonra onları xəndəyə atıb torpaqladılar. Bu xəbərləri qəzetlərdən oxuyan Həzi Aslanovun gözləri hələ də yadımdan çıxmır. O, ən yaxşı yoldaşlarımızı, dostlarımızı itirəndə belə bu qədər kədərlənmirdi. Ümumiyyətlə, Həzi Aslanovun hərbiçilərə xas quru xarakteri ancaq ağır döyüşlərdə üzə çıxırdı. Adi vaxtlarda isə o, ipək kimi yumşaq idi, deyə döyüş dostları xatırlayırdı. 7 Sovet İttifaqı marşalıyla görüşmüşəm. Bu hər adama nəsib olmur. Onlarla bir dəfə görüşüb, söhbət eləmişəm. Bunların hamısı, məsələn, mən bir nəfər rejissor, jurnalist gəlmişəm bura. Mənə öz qulaq asma edə bilərdilər. Amma o boyda marşal düşürdü mənim qabağıma gedirdi, mənə kömək edirdi, yazırdılar, pozurdular hamısı. Hamısı bunun Aslanov vaxtında qazanmışdı bu hörmət Aslanov. Xalq Komissarları Sovetinin qərarı ilə tank qoşunları general-mayoru rütbəsi də onun səmimiliyini əlindən almadı. O, döyüş dostları üçün sözün əsl mənasında böyük qardaş, ata idi. Təsadüfi deyil ki, 3-cü Belarusiya cəbhəsində onu hamı Batya deyə çağırırdı. Çünki o hamının qayğısına qalır və bunu təkcə öz batalyonunun uşaqlarına münasibətdə sərgiləmirdi. O, yeganə komandir idi ki, müharibədə döyüşə-döyüşə həm də qəzet üçün məqalələr yazır və dolayısıyla bütün döyüşçülərin hərbi maariflənməsinə xidmət göstərirdi. Məsələn, müharibənin o çətin vaxtlarında onun Pravda qəzetində cinahlardan hücum məqaləsi oldu. Meşəlik, batalıq rayonlarda tankların hərəkət haqqında onun məqaləsi dərc olundu. Xüsusi tankçıların müəyyən döyüş anında, ən çətin anlarda xilas etməsini vardır. Məsələn, bircəsini xatırladım. Kerç uğrunda döyüşlərin birisində uzaqdan müşahidə məntəqəsindən o müşahidə eləyir ki, tankçılar tankın lükündən çıxırlar, çıxan kimi faşist əskərləri onlara güllələyir.
Çıxmaq mümkün deyildi. Və onlara rasiya ilə xəbər verir. Deyir ki, şinellərinizi çıxardırsınız, lükün qabağında qoyursunuz və onlara od vurursunuz. Bu şinellərin tüstüsü, çünki keçədən azlamış, tüstü ətrafı bürüydə bütün qoşun lükdə olan tankçılar çıxıb, beləliklə onlar xilas olunur və qəflətən Alman qoşunlarına hücum edirlər. Bunlar özləri bunu gözləmirlər. Patkova Aslanova. Bu Patkova sözü, bu Patkova nədir? Nal, at nalı, nal. Bunu birinci dəfə Aslanov tətbiq edib. Biz gedirdik, gördük orada, biz bilirik, amma Almanlar bilmirdilər. Güya ki, təsadüfi rast gəldilər. 2 dənə, 3 dənə gün atırdıq atəş, qaçırdıq. Almanlar da bizi təqib edirdilər. Gəlib o nöqtəyə çatanda biz sağdan soldan vururduq. Belə gözlənilməz qərarlar, maraqlı təkliflər onun xarakterinə xas idi. Berezina çayını keçib 2 yaşayış məntəqəsini düşməndən azad edəndə də o öz qərarı ilə hamını təəccübləndirmişdi. Berezina Dneprin sağ qoludur. Mənbəyini şimali Minsk yüksəkliklərindəki bataqlıqlardan götürüb və 613 kilometr uzunluğunda axır. Bu çay həm də dünyada yeganə çaydır ki, ikinci bir ölkənin sərhədlərini pozmur. Yəni onun nəhəng yatağı ancaq Belarusa qucaq açıb. Yerli cəmaat arasında onu sevimli edən isə təkcə bu xüsusiyyəti deyil. Berezina 19-cu əsrin ən qanlı qadalı müharibəsi olan Fransa-Rusiya müharibəsində də necə deyərlər, öz xalqına arxa çevirməyib. 1812-ci ildə Rusiyaya yürüş edən Fransız imperatoru Napoleon Bonaparte burada 36 min itki verib. Onların arasında həm də çoxlu sayda İsveçrəli muzlu döyüşçülər vardı. Bugün də Berezina sözü fransızların lüğətində faciə, bədbəxtlik sözlərinin sinonimi kimi işlənir. İsveçrəlilərə gəlincə, onların da Berezina haqqında xalq mahnısı var. Bu mahnı 1812-ci il noyabrın 26-sı 28-də Berezina çayı ətrafında gedən qanlı toqquşmaları özündə əks etdirir. İsveçrəli Thomas Legler özünün Rusiya gəzintisi haqda xatirələrində həmin günləri çox təsirli qələmə alıb. O yazırdı, noyabrın 28-i bərk qar yağmışdı. Mən komandirin Blatmanla yanaşı addımlayanda səhər saat 8-in yarısı idi. O mənə bir mahnının sözlərini xatırlatdı. Hansı ki mən tez-tez bu mahnını zümzümə edirdim. Bizim həyatımız gecə və soyuq arasında səyahətdən keçir, deyə bəhs edilirdi o mahnıda. Blatman məndən xahiş etdi ki, o mahnını elə bu dəqiqə oxuyum. Az sonra bütün əskər və zabitlər də mənə qoşulmuşdu. Səhər saat 9-da bizim səsimizi başımızın üzərində iblis kimi gurlayan top səsləri susturdu. Sanki cəhənnəm idi. Ətraf bir neçə dəqiqə içində meyitlərlə doldu. Onların arasında komandir Blatman da vardı. Güllə onun beynini dağıtmışdı. Berezina çayının sahilində yadıma komandir Blatman və onun güllədən dağılmış beyni düşür. Dağınıq beynimlə həm də Həzi Aslanov haqqında düşünürəm. O, məğlub edilməz Napoleonun keçə bilmədiyi bu çayı 1944-cü ildə aslanlar kimi keçib. Bagration əməliyyatı kimi tarixə düşən bu əməliyyatın məqsədi mühüm mövqedə düşmənə müdafiə təşkil etməyə imkan verməmək idi. Belarusiya uğrunda döyüşlər 1944-cü il mayın sonunda başlayır. Onda Həzi Aslanov 35-ci tank briqadasının komandiri idi. Korpus komandiri general-leytinant Obuxov 35-ci tank briqadasını tanklardan ibarət yumruq adlandırır və ən həlledici məqamlarda döyüşə yerdirdi. İndi də belə həlledici məqam gəlib çatmışdı. Berezina çayını keçmək lazım idi. Amma körpü partladılmış, Almanlar öz işlərini ehtiyatlı tutmuşdular. Həzi Aslanovun ilk işi körpü tikməklə bağlı olur. O, döyüşçülərlə, tankçılarla birlikdə tezliklə az yükə davamlı körpü qura bilir. Elə çayın qərb sahilinə də birinci olaraq Aslanovun özü xidməti maşınında keçir. Elə ki, tanklar keçməyə başlayır, körpü uçur. İlk tank suya qərq olur. Onda Həzi Aslanovun ağlına indiyədək misli görünməmiş bir ideya gəlir. Aslan belə baxır, deyir ki, o tankın yanına bir dənə tank basırın. Suya salın. Necə yəni? Müharibə vaxtı tank baha, lazım olan şeydir. O suya, hazır tankı suya salın. Amma deyir, yanındakılar, o mavinləri, Aslanov nə qərar qəbul edəsə, bu qəbul idi. Çünki Aslanova inanırdılar. O həmişə düz qərar qəbul edirdi. Bir dənə tank onun yanında basırırlar. Batmış tankın yanında daha bir tank batırmaq və bunun üstündə körpü qurmaq öz nəticəsini verir. Meşədə rast gəlir partizan dəstəsinə. Oranın da partizan dəstəsinin rəhbəri Sovet İttifaqı qəhrəmanı Pokrovski olur. Və orada partizanlara müraciət eləyib ki, kəndlərdə nə qədər texnika qalıbsa,
traktordur və digər motorlu texnika varsa, onların hamısını yığsınlar, gecə ilə gətirsinlər və kəndlərdə, bu yaşayış məntəqələrində olan o dirəklərdə səs gücləndiriciləri də söküb gətirsinlər. Onlar hamı yığılandan sonra təsəvvür edin ki, belə bir dairə formasında tankların yığır və onları işə salan kimi o səsdən deyir ki, böyük bir belə deyim ajotaj yarandı və təbii ki, bu psixoloji bir böyük təsir kimi qəbul olunmuşdu. Alman zabiti ilə olan bir söhbəti vardı. O zabit onu göstərir ki, siz nə ilə qalib gəldiniz? O da deyir, gedək göstərim. Gedib göstərir ki, bir neçə tank var, bir qalanlar da hamısı traktordur. Deyir, bax biz bunlarla qalib gəlmişik. Sonradan general Obxov öz xatirələrində yazırdı ki, mən sadəcə Aslanova kəşfiyyat aparmağı və mənə məlumat verməyi tapşırmışdım. O yanımdan ayrılıb gedəndə axşam idi. Sübh tezdən isə mənə məlumat verdilər ki, Aslanov sizi xəttə gözləyir. Telefonda onun səsini eşitdim. Yoldaş general Viktor Timofeyeviç, tapşırığınız yerinə yetirildi. Kənd artıq bizdədir. Bilirsinizmi? Bu necə fövqəladə hadisə idi. Mərdliyinə görə onu dövlət mükafatına təqdim etdim. Öz başına hərəkətinə görə isə şiddətli töhmət verdim. Çünki o briqada komandiri kimi ixtiyarı olmaya kəşfiyyata getmişdi. Birdən onu öldürsəydilər, əsir götürsəydilər, nə baş verərdi? Bu kəşfiyyatın nəticəsi olaraq Borisov şəhəri, Pleşinitsi və vilayət mərkəzi Vileyka işğaldan azad olunur. Pleşinitsi Lagoysk rayonunda yerləşən kiçik şəhərcikdir. Burada yerli cəmaat arasında belə bir atalar sözü çox məşhurdur. Deyirlər ki, Belarusun 3 paytaxtı var. Minsk, Babruysk, Pleşinitsi. Niyə belə deyirlər, deyə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, bu şəhərin Almanlardan təmizlənməsində general Həzi Aslanovun müstəsna xidməti olub və bunu burada bilməmiş deyirlər. Знаем, что он дважды герой Советского Союза. Bilirik ki, o 2 dəfə Sovet İttifaqı qəhrəmanıdır, general-mayordur. Tank diviziyasına rəhbərlik edib. Vileykanın işğaldan azad olunmasında əvəz olunmaz xidməti var. Vileykalılar ona çox minnətdardılar. Ona görə də Həzi Aslanovun şərəfinə abidə də ucaldıblar. Pleşinitsi şəhərində adamı qəribə hisslər bürüyür. Təsəvvür edin, cəmi 70 il qabaq burada qan su yerinə axıb, 2000-dən çox insan öldürülüb, qəsəbə dağıtılıb, adamlar dar ağacına çəkilib. Bu ağacın altında dayananda, bu lövhədə yazılanları oxuyanda heyrətdən qanın donur. Burada nə qədər gənc, qoca, qız, qadın ağacdan asılıb, diri-diri yandırılıb. Yanıb kösöv olan kəndlərdən biri də Xatındır, adı ilə təzad təşkil edən kənd. Xatın kəndi Həzi Aslanovun işğaldan azad etdiyi Pleşinitsi rayonunun 20-30 kilometrliyində yerləşir. Bura yandırılmış kəndlər məzarlığı və deməli tarixin üz qarasıdır. Bugün yüksək keyfiyyətli Alman texnologiyası da ən yaxşı halda bu qaranı ağarda bilir. Çünki tarixi silmək qətiyyən mümkün deyil. Xatın kəndi 2-ci Dünya müharibəsində Belarusun yaşantılarının külə dönmüş nümunəsidir. Həm də tarix kitabı. Burada müharibə xronologiyasını gözündən yaş axıtmadan oxuya bilmirsən. Bu müharibədə 2.230.000 itki verib Belarus. Bu, hər 4 nəfər Belarusdan birinin öldürülməsi deməkdir. 186 kəndi yandırılıb. Gördüyünüz bu dirəklər yandırılan evlərin tüstü bacalarıdır. O bacalardan baxanda keçmiş çox əcaib, gələcək tüstülü, dumanlı görünür. Hər şeyə qadir insanlığın sabah təkrar bu dəhşətləri yaşatmayacağına inanmaq istəyirsən. Vileykaya gedən yolun üstündə nə qədər şəhər, çay adları bizə Həzi Aslanovu xatırladır. Narıç çayı da onlardan biridir. Partizanların köməyi ilə gecəykən bu çayın ən dayaz yerləri müəyyənləşdirilib və Həzi Aslanovun briqadası bu çayı keçməklə Smargon şəhərini azad edib. Vileyka isə generalın döyüş yolunda qırmızı xətlə keçir. Ona görə də həm yerlimizin möhtəşəm heykəli bu şəhərin mərkəzi yerlərindən birində qərarlaşıb. Vileyka Bələdiyyəsinin köməyi ilə biz qərara gəldik ki, bu qəhrəmanımıza biz bir heykəl və yaxud abidə yeri kimi tarixi olaraq qoyulsun, düzəlsin. Bunu biz bir neçə il razılaşdırılmasına vaxt aparıldı. Sonra isə 2010-cu ildə
bunun inşaatı davam olundu və bitirildi. Vileyka bugünkü firavan, sakit həyatına görə həm də ona 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanova borçludur. Və nə qədər qəribə olsa da, Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı almasına görə biz də Vileykaya borçluyuq. Bir də Musa Bağırova, onun ciddi jurnalist araşdırmaları, tədqiqatları, yüksək səviyyəli görüşləri olmasaydı, nə Həzi Aslanova 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı veriləcək, nə də biz onun öldürülməsi ilə bağlı fərqli versiya ilə tanış olacaqdıq. Çoxunuzun gözündəki təəccüblü ifadəni başa düşmək olar. Həzi Aslanovun öldürülməsinin Almanlardan qeyri kimə lazım olduğunu başa düşmək üçün o zamanki hadisələrə diqqət yetirmək kifayət edir. Onda Belarusiya tamamilə işğaldan azad olunmuşdu. Qarşıda Pribaltika respublikalarını Almanlardan təmizləmək dururdu. 35-ci tank briqadası da Smargon uğrunda döyüşü qalibiyyətlə başa çatdırmış və Vilnüsə hücum əmrini gözləyirdi. Həzi Aslanov tankçılarına məsləhətlər verir, onları döyüşə ruhlandırırdı. Onların arasında Mikhail Şuydin də vardı. Sonralar biz onu RSFSR-in xalq artisti, məşhur sirk ustası kimi tanıyacağıq. Amma 1944-cü ildə Şuydin Vileyka çayı ətrafında düşmənlə qeyri-bərabər döyüşdə ad çıxarırdı. Müharibədən sonra isə o birdən-birə oyunbazlıq çıxarmağa başladı. İkinci Dünya müharibəsinin dəhşətlərindən sıyrılıb çıxan Şuydinin sonralar sirkdə klonluq etməsi çoxlarını düşündürmüşdü. Maraqlıdır ki, onun peşə seçiminə də Həzi Aslanovun təsiri olub. Şuydin yazırdı. 1944-cü ilin yayı idi. Döyüşdən sonra Belarusiyada meşənin ətəyində dincəlirdik. Mən Lətifə danışır, uşaqlar uğunub gedirdilər. Sən demə tankın arxasında Batyada dayanıb bizə baxırmış. Biz Həzi Əhədoğlunu belə çağırırdıq. O tankın arxasından çıxanda biz utandıq. O isə dedi, düz edirsən Mişa, müharibə insanları qaşqabaqlı edib, onlara gülüş bəxş etmək lazımdır. Mütləq müharibədən sonra bu haqda düşün. Mən sevimli generalımın sözlərini unutmadım. Cəbhədən qaydandan sonra sirk məktəbinə getdim, oyunbaz oldum. Hər dəfə manejə daxil olanda generalın müharibədən sonra bizim uşaqlar bolluca gülüb şadlanacaqlar sözləri qulağımda səslənir. Təəssüf ki, o özü bunu görə bilmədi. Böyük Moskva sirkinin banisi olan Nikulin və Şuydin o trio vaxtında çox məşhur idi. Hətta onlar xatırlayıram 1978-ci ildə Bakıya da gəlmişdilər. Bizim ailədə də Xəbər xanımda baş çəkmişdilər. Təkcə həyat yoldaşı Xavər xanımı yox, bütün Aslanovçuları, bütün ölkəni ağlatdı. O, müharibə başlayandan 2 dəfə ağır yaralanmışdı. Sovet İttifaqı qəhrəmanı General Samsonov danışırdı ki, əvvəlcə onun sağ qıçı 2 yerdən yaralandı, lakin o dəstədən geri qalmadı. Sonralar Alman mərmisinin qəlpəsi Həzi Aslanovun başını ağır yaraladı. Bu dəfə də Aslanov arxa cəbhəyə göndərilməkdən qətiyyətlə imtina etdi. Deməli, o ölümdən qorxmur, ölümə qucaq açırdı. Budur, həmin an gəlib çatdı. Müharibənin qurtarmasına vur tut 3 ay qalmış Həzi Aslanov 1-ci Pribaltika cəbhəsində gözlərini əbədi yumdu. Onun ölümü illər sonra mübahisəli söz-söhbətlərə imkan açdı. Həzi Aslanovun tədqiqatçısı Musa Bağırov generalın öldürülməsi iddiası ilə gündəmə gəldi. Bütün hadisələr mənə ixtiyar verir ki, deyim ki, Aslanovu qətlə getiriblər. Birinci, o vaxt 45-ci ildə bütün müttəfiq respublikalardan Müdafiə Nazirliyi yaranırdı. O cümlədən də Azərbaycanda. Büro gedir. Bu məsələni həllinə çatanda deyirlər ki, bəs Azərbaycana kimi qoyaq Müdafiə Nazirliyi? Hərə bir ad deyir, Mücəvər Bağırov deyir, yox. Həzi Aslanova gətirək. Teymur Kuliyev deyir ki, bəs Həzi Aslanova döyüşürübsə, döyüşdə onu kim buraxar? Bağırov deyir, bunu mənim öhtəmə buraxın, mən bunu həll edərəm. Mücəvər Bağırov buradan birbaşa zəng edir Stalinə. Stalin də oradan zəng edib Bağramyana.
Baqramyan 1-ci Pribaltika cəbhəsinin komandiri idi. Artıq 4 ay idi ki, Həzi Aslanov onun tabiçiliyində xidmət edirdi. 1945-ci il yanvarın 23-də o Həzi Aslanovu yanına çağırır. Deyir, səni təbrik edirəm, böyük vəzifəyə gedirsən. Sabahdan Azərbaycanda, Mərkəzi Komitənin sərəncamındasan. Bax, bu Klimenko mənə danışdım onu. O dedi ki, Aslanov Baqramyandan yanından çıxandan sonra orada 2 dənə Lituçka, böyük maşında. Lituçka nə deməkdir? Birində Aslanovun deməli tankların ehtiyat hissələri olur. Məsələn, bu tank xarab oldu, ehtiyat hissəsindən təzən düzəldirlər, yenə gedəcək bir yer. Birində Aslanov özü üçün yataq otağı düzəldib. Deyir, Aslanov gəlir yataq otağına, çəkməsini çıxardır. Bu deyir ki, tam deyir, Oniva buraya deyir, Kavrovo naski. Bizim nənələrimiz corab toxumurdular. Aslanov o corabı yeyib, sabığı da üstündən yeyibmiş. Burada bilinir ki, Aslanov deməli yatacaq burada. Deyir, bir aradan bir yarım saat keçmiş, 6 lüləli minamyot var. Buradan da belə bir 300-400 metr aralı. O minamyotu da bizim ordumuz Almanlardan qənimət götürüblər. O minamyot da bizim öz sahəmizdədir. O minamyotdan ateş açılır düz bu maşına. Ateşi kim aça bilər? Minamyotdan. Bizim sahəmizdə. Biz özümüz açmışıq, ateşi açmışıq. İllər sonra Həzi Aslanovun kiçik oğlu Arif Aslanov Musa Bağırovla birlikdə Tiflisdə Georgi Begyaşvilinin yanında olur. Begyaşvili həm briqadanın baş həkimi, həm də Aslanovun yaxın dostu idi. O, ən ağır dəqiqələrində Həzi Aslanova öz qanını vermişdi. Deyir, balaca dedi ki, Georgi, мы с тобой теперь кровавый брат. Biz qan qardaşıyıq уже, кровный брат мы с тобой. Раньше мы были братьями, а теперь кровный брат мы с тобой. Deyir, belə qərara gəldi ki, Aslanova mən Moskvaya aparım, müşahidə edin Moskvaya. Aslanov deyir, durdu, dedi, köykada oturdu. Anqda danışdı bizlə. O öləsi döydü, deyir. Yüngül təyyarə gəldi, Aslanov yatan palatanın yanında dayandı. Əmr gəldi ki, sən Aslanov aparmayacaqsan, Aslanov başqa adam aparacaq Moskvaya. Nə başqa adam apardı, nə mən apardım. O təyyarə orada qaldı. Aslanov keçinəndən sonra, rəhmətə gedəndən sonra təyyarə uçdu, çıxdı, getdi. Əlbəttə, müharibədə bir düşmən olur. İkinci Dünya müharibəsində də bizim bir düşmənimiz vardı. Ona görə də aramızda ikinci bir düşmən axtarmaq heç kimin ağlına gəlməzdi. Bu məsələdə şübhələri üzərinə çəkən Baqramyanın özü xatirələrində yazırdı. Hər dəfə Bakıya yolum düşəndə mən döyüş dostumun abidəsinin yanına gəlirəm. Qəhrəmanın tuncdan tökülmüş üzünə baxıb deyirəm, salam Həzi, budur, biz yenə də görüşdük. Baqramyan 1982-ci ilə qədər yaşadı. Həzi Aslanovdan 40 il çox. Onların görüşü yəqin ki, baş tutub, ya da heç tutmayıb. Bəlkə də Həzi Aslanovun cənnətində ona yer tapılmayıb. Yeri gəlmişkən Hovanes Xristoforoviç Baqramyan Şəmkirin Çardaqlı kəndində doğulmuşdu. İddialı biri idi. Çünki sağlığında öz büstünü doğulduğu kənddə yox, təhsil aldığı Gəncədə qoydurmuşdu və büstün qoyulduğu bağı da şəxsən özü seçmişdi. Prinsipcə, Həzi Aslanovun Azərbaycanın müdafiə naziri təyinatına qısqanclıqla yanaşa bilərdi. Amma əlbəttə bu ehtimaldır. Həzi Aslanov isə deyilənlərə görə heç vaxt ehtimalları sevməzdi. O, konkret adam idi. Döyüşdə onun əsas qaydası da cinahdan zərbə endirmək idi. Arxadan yox. Ona görə də o həlak olanda xalq da onun arxasındaydı. Həzi Aslanovun ölümü bütün SSR-ni silkələmişdi. Bakı isə ayağa qalxmışdı. Vətən oğlunun nəşini gətirən təyyarəni qarşılamaq üçün. Yeri gəlmişkən onun dəfn kadrlarını ilk dəfə olaraq Aynisdə, bu filmdə görürsünüz. Ailəsinin təqdim etdiyi bu görüntülər 1945-ci ilə güzgü tutur. O güzgüdə Mircəfər Bağırov, yeri göyü lərzəyi gətirən rəhbər də var. Həzinin ölüm xəbərindən 2 qat olmuş Nuşu ana da, Xavər xanım da. Həzi isə sakitcə uyuyur. O özü ilə bu dünyadan böyük bir sirr aparırdı. Həm də neçə-neçə xalqların, millətlərin sevgisini.